çatıb atdan düşdük. Fagıl qantökəni görüb sevindi. Əhsən Zümrüd, Kladiusun qılıncı ilə qayıtmısan. Atımın yüyənini Jinjaka verdim. İltihun ilə ikisi getdi. Ustad xəciyyə dinləndi. Deyəsən, təkcə qılınc gətirməmisən. Üzüyümə baxdığını görüb əlimi qaldırdım. Qədim üzükdür, tacir dostum verib. Əlini yaxın tut. Su qabını açıb, üzüyün üstünə su tökdü. Üzüyün qırmızı qaşı maviyə boyandı. Ustad xəciyyə həyəcanlandı. Əlini açıb üzüyü istədi, çıxarıb verdim. Tələsik tonqala tərəf getdi. Əli ilə bizi də çağırdı. Fagıl ilə ardınca getdik. Üzüyü ağac parçasına keçirib oda tutdu. Üzüyün qaşı tamam qaraldı. Üstünə yenə su tökdü və təkrar qaş mavi oldu. Üzüyü qaytardı. Üzüyü qaytardı. Bir dizini yerə qoyub dedi. Nupeyğə sılağa sızmış, Zetıklaq üzvü xecedi. Əmrini gözləyirəm, müjdələnmiş. Donub qaldıq. Ustad xecedi əlavə etdi. Elə baxma Fagıl, təriqətin üzvləri hər yerdədir. Vaxtımız daralır, gün batacaq. Xasfağandur lideri ilə görüşməliyik, dedim. Qantökən səndədirsə, əmrində olacaqlar, Fagıl dedi. Alov yəqin özünü müjdələnmiş kimi qələmə verib, onları öz tərəfinə çəkmək istəyirmiş. Ona Alovun ölüm xəbərini vermək istəyirdim ki, xecedi dilləndi. Mən də gəlim. Siz Xasfağandurlara xəbər çatdıranda, mən də Zetıklağa xəbər verim ki, üzük və sahibi tapıldı. Zetıklaq sizin işinizə çox yarayacaq. Elə isə gedək, dedim. Yolda danışarıq bunları. Fagıl, lideri hardan tapa bilərik? Fagıl, çölün düzündə. Onu harada tapacağımızı bilirəm. Şəhərə girməyəcəyik. Yaralı necə oldu? Oradadır. Barmağı ilə Fədağın məzarı yanındakı yeni qazılmış səliqəli qəbri göstərdi. Mən də burada yatmaq istəyərdim. Üçümüz gedirik, hazırlaşın. Göstəriş verdim. Ülön, buralar sənə əmanətdir. İki məzarın arasında dayanan Ülön mənə baxıb yumruqlarını sinəsində çarpazladı. Heybəti heç azalmamışdı. Bir qədər sonra xecedi, Fagıl və mən naməlum istiqamətdə at çapırdıq. Axşam üstü idi. Gün batanda Fagıl atını saxladı. Niyə dayandığını anladım. Köm jetdi, deyə səsləndim. Yoldaşlarım da səsləndi. Üçüncü günüm belə bitdi. Dördüncü günüm isə bu iki əziz yoldaşımla kimsəsiz bir yerdə başladı. Dördüncü gün. İbadət zamanı başlayan yağış tezliklə şiddətləndi. Elə yağırdı ki, məcbur olub sığınacaq axtardıq. Amma gecə elə qaranlıq idi ki, bir-birimizi zorla görürdük. Bəxtimizdənsə nəhəng ağac tapdıq. Hər yerdə beləsinə rast gəlmək olmazdı. Yarpaqları tökülmüşdü. Yağışdan da tam qorumurdu, amma nisbətən yaxşı idi. Od qalaya bilmədik, hava da soyudu. İlliyimizə qədər islanmışdıq. Fagıl, bu havada heç kimi tapa bilməyəcəyimizi dedi. Yağış leysana çevrildi. Elə gürültü ilə yağırdı ki, bir-birimizi də eşitmirdik. Bunlar bəs deyilmiş kimi ağacın böyük bir budağı şaqqıltı ilə sınıb Fagılın atını əzdi. O birilər ürküb qaranlıqda yox oldu. Ərzağımız da xurcunda getdi. Fagılın atının beli sınmışdı. Zavallı kişniyərək can verdi. Güclü külək başladı. Soyuqdan titrəyirdik. Bir-birimizi qucaqlayıb oturmuşduq. Birazdan külək buludlar dağıtdı. Yağış kəsdi. Külək tufana çevrildi. Ağac elə yellənirdi ki, sanki kökündən çıxacaqdı. Fagıl qəfildən qışqırdı. Zümrüd, məni Fədağın yanında dəfn edin. Fagıl, dedim. Deyəsən tufan özü bizi buradaca dəfn edəcək. Xecedi var səsi ilə bağırdı. Hər cümləmdən sonra mənimlə birgə ey xalq sacımız deyin. Ey xalq sacımız, eşidirsən bizi? Ey xalq sacımız. Üçümüz də var səsimizlə ey xalq sacımız deyirdik.
Müşkilə düşmüşük. Ey xalq sacımız, sənsə qüdrətlisən. Ey xalq sacımız, hər nə etsən razıyıq. Ey xalq sacımız, sənə güvənirik. Ey xalq sacımız. Həqiqətən içimə rahatlıq çökdü. Bu dəhşətli havada Claudius'un dediyi kimi ruhi sakitliyi yenidən əldə etdim. Bir qədər sonra külək xeyli səngidi. Üçümüz də pis vəziyyətdə idik. Fagıl isə yarı huşsuz halda sayaqlamağa başlamışdı. Nə dediyini başa düşmürdük. Külək qulağıma at səsləri və insan səsləri gətirirdi. Xejedi də titrəyirdi. Fagılı bərk-bərk qucaqlamışdıq. Küləyin zəiflətdiyi bir neçə məşəl işığı uzaqdan zorla görünür və getdikcə yaxınlaşırdı. 7 nəfər olduqlarını güclə anladım. Üstəlik, bizim qaçan atlarımızı da dartıb gətirirdilər. Atımın yəhərində kitablarım vardı. Əsamı da yəhərə bərkitmişdim. Buna görə atımı gətirdiklərinə görə çox sevindim. Güclə ayağa qalxıb qışqırdım. Kömək edin! Amma külək səsimi sovurub aparır, onlarınkini isə bizə gətirirdi. Qulaq astım. Biri sevincək deyirdi. Dedim axı, kimisə tapacağıq. Sizə qalsa hava külək, yer palçıq idi. Baxın, sanki ağac tərəfdən səs eşitdim. Orada mütləq kimsə var. Fikirləşdim ki, qurtulduq. Fagıl bizi doğru yerə gətirmişdi. Biz onları tapmasaq da, onlar bizi tapmışdı. Amma tezliklə yanıldığımı anladım. Seyirmə qılınc başımızın üstünü kəsdilər. Yolçuları soyan quldur idilər. Başçıları üzü çapıq kişi idi. Qışqırdı. Yaxşı ki, yağışda çöldə deyildik. Yoxsa bunlar kimi islanmış cücəyə dönərdik. Nə istəyirsən? Qışqırdım. Amma o mənə məhəl qoymadı. Haldan düşüblər. Elə öldürün ki, zirehləri zədələnməsin. Başqa quldur. Tron, bunlar sadə adamlar deyil, dedi. Girov götürsək, daha çox pul ala bilərik. Bəli, yaxşı qazanc. Quldurlardan biri Tronun sözünü yarımçıq kəsdi. Bağırtı ilə hücuma keçdi. Qılıncını 2 əlli qaldırıb üstümə gəlirdi. Qan tökəni yerə saçmış, qəbzəsinə söykənmişdim. Bədənim keymişdi, titrəyirdim. Quldur başımı hədəfə almışdı ki, 2-yə bölsün. Amma zərbə endirməmiş, üstünə atılıb var gücümlə alnına yumruq vurdum. Arxası üstə yerə yıxıldı. Daha bir quldurun da yıxıldığını gördüm. Ustad Xejedi də döyüşə atılmışdı, amma o da halsız idi. Fagıl isə huşsuz yatırdı. Qan tökəni qaldırıb hücuma keçdim. Soyuq bədənimi kəsir. Sümüklərim göynüyürdü. Yıxılıb qalmışdım. Kobudluqla zirehimin ilgəklərini açırdılar. Bütün əzalarım sızlayırdı. Soyuq hava boğazımı elə bir cırıb keçirdi. Sonra nisbətən rahatlaşdım. Ağır zirehim çıxarmışdılar. Məni huş apardı. Xoş istilik hiss etdim. Birdən burnuma kəskin çiçək qoxusu gəldi. Öksürüb ayıldım. Mağara kimi bir yerdə gördüm özümü. Yaşlı, üzü qırış-qırış qadının sifətini gördüm, gülümsüyürdü. Mehriban baxışları vardı. Geri çevrilib dedi. Özünə gəldi. Yeniyetmə bir oğlan tələsik özünü yetirdi. Kim? Öskürək məni danışmağa qoymadı. Oğlan dilləndi. Müjdələnmiş, sakit ol. Özüm danışarım. Quldurların əlindən sizi təsadüfən xilas etdik. Sığınacağımızdasan. Xas Fağandur rəhbərinin mağarasında. Yoldaşların da yaşayırlar. Nupeyğıslaq rəhbəri Fagıl və məsləhətçisi Xejedi. Kitabların, əsan, qılıncın, zirehin, üzüyün hamısı buradadır. Sağ olsun Xortdan xala. Üçünüzə də min cür dəva elədi. Bir təhər dirsəkləndim. Fikirləşdim ki, bəlkə üzük, kitab və Fagıl və digərləri haqqında sayıqlamışam. Bu cavan quldur da mənimlə əylənir. Başım hərlənir, gözlərim qaralırdı. Özümü toplayıb 15 yaşlarındakı bu oğlana dedim. Sən kimsən? Oğlan gülümsündü. Xəs Fağandur lideri. Adım əjdahadır. Amma hamı bu qələmun deyir. Dedikləri həqiqətən məsxəriyə oxşuyurdu. Qalxıb yerimdə oturdum.
Oğlan, buralara qədər gəldiyinizə görə, yəqin mənə deyiləsi sözünüz var. Ətrafa göz gəzdirib danışa biləcəyim başqasını axtarırdım. Bayaqki qarı bir dizini zorla yerə qoyub dedi. Xəsfəxan dururlara qarışmış, Zetiqlaq üzvü Nalxan, digər adım Xortdan xala. Əmrini gözləyirəm müjgələnmiş. Eyni ilə xeceli kimi etmişdi. Oğlan təəccüblə qarıya baxdı. Xortdan xala, sən də onlardansan? Qolundan tutub qalxmağına kömək elədi. Şəfəq vaxtına nə qədər var? Soruşdum. 3-4 saat var. Nəyinə lazımdır? Az qala donacaqdın, dincəl. Artıq ayaq üstəydim. İrtığının verdiyi paltarlar əynimdə idi, amma zirehimi çıxarmışdılar. Paltarlarım quru idi. Soruşdum. Paltarlarım niyə qurudur? Xortdan xala mənə məlhəm verib dedi ki, üçünü də soyundur, qarınlarına, kürəklərinə məlhəm çək. Paltarları onsuz da külək demək olar qurutmuşdu. Ocağın yanında da biz qurudub yenidən geyindirdik. Bir qədər aralıdan zəif səs gəldi. Zumxəxə. Ustad Xejedin səsi idi. Yanına getdik. Başım gicəllənsə də özümü xeyli yaxşı hiss edirdim.